Təbrizə qədər Böyük Azərbaycan yaratmış, birinci olaraq Azərbaycan dilini dövlət dili elan eləmişdir. Və bugün həmin şəxs, yəni yubiley qeyd olunan şəxs, böyük sərkərdə, çox bacarıqlı dövlət başçısı, incə qəlbli şair Şah İsmayıl Xətaidir. Bildiyiniz kimi, Şah İsmayıl Xətai 15-ci əsrdə Azərbaycan dövlətinə başçılıq etmiş padşahlardan biri olmuşdur. Və Şah İsmayıl Xətai Azərbaycanlıya məxsus olan bütün xüsusiyyətləri özündə cəmləyən bir insan olmuşdur. Əziz qonaqlar və iştirakçılar, Şah İsmayıl haqqında çox danışmaq olar. Bizim bugünkü məclisimizdə tarix okeanının dibindən dürlər, sədəflər çıxaran, lakin təmiz dür sədəf çıxaran və bizim tariximizi dür kimi, sədəf kimi təmiz bizə çatdıran gözəl alimlərimiz iştirak edirlər. Və kəndimizin çox hörmətli axınlı, çox sevimli, ədəbiyyat incəsənət aşıqı olan və ədəbiyyata incəsənətə özündar olsa da çox böyük, gözəl qiymət verən Hacı Sultan cənablar iştirak edir. Bundan əlavə bütün gələn qonaqları, telestudiyadan gələn qonaqları, şairləri, alimləri hamısını mən salamlayıram və sizə xoş gəldin deyirəm. Əlbəttə bu günləri burada söhbət böyük dahi, təfəkkür, yazıcı, şair və sərkərdədən söhbət getməlidir. Hörmətli bizim kökümüzü, soyumuz olan Şah İsmayıldan getməlidir Xətayda. Və bu günləri mən bir uzun illər bu məktəbin özünün adət-ənənələri ilə yaşayan bir məktəbin növbəti bir tədbirində iştirak etmək üçün elədiyim ki, mən özümü şəxsən xoşbəxt sayıram. Çünki mənim üçün qəribə olardı ki, Şah İsmayıl Xətainin 510 illik yubileyini, belə deyək, başqa bir məktəbdə keçirmiş olaydılar, 125-də yox. Mənə qəribə gələrdi və mən elə yenə də görürəm ki, kollektiv, həmin kollektiv işləyir, özünün gözəl tədbirləri ilə şagirdlərə, gənclərimizə, uşaqlarımıza kökümüzü öyrətməklə, başa salmaqla gələcəyi onlara hazırdır. Buna görə də mən sizin hamınıza minnətdaram, hamınıza can sağlığı arz edirəm və rayon təhsil şöbəsi adından kiçicik bir hədiyyəmiz var, icazə verirsiniz, onu məktəbə təqdim edin. Hacı, çox sağ olun ki, siz belə bir böyük tədbirlərdə həmişə olduğu kimi məktəbdən öz qayğınızı çəkmirsiniz. Siz şair qəlbli bir həcisiz, sizin hamı xətrini istəyir. Özü rayonda biz həmişə elmli, savadlı, bilikli şəxslərdən söhbət düşəndə Soltanın adı birinci çəkilir bütün məclislərdə. Buna görə də sizə biz böyük minnətdarıq, təhsil işçiləri adında mən bunu şəxsən deyirəm ki, siz gələcəyə olan məsələləri düzgün başa düşürsünüz və gənclərlə olan tərbiyəni, təlimə düzgün qiymət verirsiniz və ona görə də özünüzün bilik bacarığınızı heç vaxt məktəblilərdən əsirgəmişsiniz. Çox sağ olun. Hamınız sağ olun. Bismillahirrahmanirrahim. Və bihi nəstəin. Mən buraya gələn ələxüsus burada istəyirdim ki, danışmayayım məclisdə, çünki siz burada qeyd olundu, görkəmli, hörmətli, alicənab hər yerdən qonaqlarımız vardı. Yaxşı olardı ki, Oxtay müəllim danışardı. Çox söz danışıq olar. Mən istəyirdim ki, o Füzulunun bir sözü var, deyir, səbrim alıb fələş mənə 100 min bəla verər, az olsa bir məta ona el çox bəha verər. Bir məta az olanda o həm qiymətli olur, həm də ki, ona böyük qiymət verirlər. Söz çoxdur. Yəni ki, Şah İsmayıl Xətai bir şair olmuyor. Bir də dəqiq baxırsan, məsələn, var yer üzündə, burada hörmətli şəxslər iştirak edir. Yer üzündə çox ali filosoflar, alimlər var, amma Şah İsmayıl Xətai elə bir şəxs olub ki,
onda cəm olan xüsusiyyətlər heç kim yox. Misal üçün necə? Biz onu bir şair kimi, hökmdar kimi bizə tanıyırıq. Amma belə də əslində. Əgər o şairdirsə, şahdırsa, seyiddir, sərkərdədir, şeyxdir, mürşiddir, Şah İsmail Xətai həm də pəhləvandır. Səbəblər dövründə o güləşmə, idmana, pəhləvanlıq sənətinə Şah İsmailin vaxtında qiymət verilir. Şah İsmail elə güləşçi olur ki, onun kürəyini heç kim yerə vura bilmir. Hətta var rivayətlərdir ki, onun kürəyində əl olur, əl izi olur, yəni 5 barmaq, Həzrət Əlinin əli, onun kürəyi yeri onda eğilir. Yəni Şah İsmail Xətai çox, yəni hətta o çaldıran döyüşündən bunu bir iki cümlə söz işləndi. Hətta gör nə qədər igid, cəsur, qəhrəman, şücaətli, rəşaətli, sözü ilə əməli, dili, ürəyi bir olan şəxs olur ki, siz bilirsiniz ki, 200 min, bəzi tarixlər 250 min yazırlar. Oqtay müəllim yaxşısını bilər, 200 min Sultan Səlimin qoşunu olur. Mən deyir ki, çaldıran döyüşündə 7 dənə at dəyişdir. Şah İsmail atının adı Qızılqanad olur. O atı vurublar çaldıran döyüşündə. O sıçrayıb başqa bir şəxsin düşmənin atının üstünə, onu atdan salıb atını alıb əlindən, 7 dənə. Deyir, mən Sultan Səlimin 200 min ordusunun içində Sultan Səlimin özünü axtarırdım. Ne üçün mənim tək meydanıma çıxmadı? Məncə açıq döyüşə çıxmışdım, açıq meydana çıxmışdım. 200 minlik qoşunun içində mən Sultan Səlimin özünü axtarırdım. O harada gedir? Çünki Sultan Səlim bilmir ki, bu qılınc həmin qılıncdır. Bu qoldur, yaxşı bir şeir vardı, deyir ki, şah iki cahanın əfzəlidir. Allahın əli, anın əlidir. O deyir ki, o qılınc ki kesmir, Sultan Səlim bilir ki, mən qılıncı başqa qılınc göndərmişim. O bilmir ki, o şah iki cahanın əfzəlidir. Allahın əli, anın əlidir. O söz ki, zəmanə heykəlidir. Allahu Muhammedü əlidir. Gəl dilərsən, olasan Adəm, istəyirsən olasan adam, təbii insan. Xəlq içində sözün olan mükərrəm. Yad et ki, duayı, ismi əzəm. Allahu Muhammedü əlidir. Möminlərə yar-ı ənkisari, üsyan qışının gözəl bəharı, ərşin diləyi, yerin qərarı, Allahu Muhammedü əlidir. Yazıldı vəlilər adı üstə, Cibril-i əmin qənadı üstə, həm zülfüqarın poladı üstə, Allahu Muhammedü əlidir. Musaya mədəd qılan əsami, həm xızrə həyat-ı cavidani, İsa dəmi, Nuh kəşribani, Allahu Muhammedü əlidir. Yəqubi ağladan zar, Yusifə verən cəmal rüxsar, həm oldu qılan xəlilə gülzar, Allahu Muhammedü əlidir. Başlarda hümayi, tac-i dövlət, Mərvanə bəla, Yezidə lənət, həm qazilərin qolunda qüvvət, Allahu Muhammedü əlidir. Şah qullarının ümidigahi, dünya belə, üquba padişahi, biçarə xətainin pənahi, Allahu Muhammedü əlidir. Esselamu aleykum və rəhmətullahi və bərəkətuhu. Əvvəla deyim ki, mənim üçün çox xoş deyil. Çox böyük səadətdir ki, ilk dəfə, siz təəccüb eləyərsiniz, ilk dəfə mən məktəbə dəvət oldum. Və Hacı Sultan məni dəvət eləyəndə, dedi, gələrsiniz, dedim, mütləq gələrəm. Və görürsünüz, gəldim. Və məni bir tərəfdən də təəccübləndirən oldu ki, Bakı boyda, şəhərdə, yəqin ki, heç bir məktəbdə belə bir ənsiz keçindir. Hər halda mən bunu bilmirəm. Bu da başqa şeylər, eşitməmişim. Bu rayonda, burada, sizin kəndinizdə, bu məktəbdə belə bir tədbirin keçirilməsi doğrudan əlamətdar bir hadisə hesab edirəm. Çünki burada dedi Hacı ki, bütün ömrümü demək olar ki, mən doğrudan Azərbaycan tarixinin üç dövrünə həsr eləmişəm. Şah İsmaili yaxşı ki, biz qoruyub saxlaya bilmişik və gətirib sizin necə deyərlər, müsbət bu cür
ona böyük, yüksək qiymət verilməsinin şahid olmuşum. Mən hesab edirəm ki, valla mənim ömrümə verilən ən yüksək qiymət odur ki, boş keçməyib ömrüm. Şah İsmailə o inandığım, ömrümü həsr etdiyim şəxsiyyət indi xalqın əlində qürur hissi doğurur. Çünki burada yaxşı dedilər, Şah İsmailin o Azərbaycan xalqımızın bütün o ülvi keyfiyyətlərini özündə cəmləşdirir. Çok uzun danışmaq istəmirəm. Şehir yadında qalmır, Hacı Sultan maşallah bir şehir xəzinəsidir. Özüm ona valiydim Xurasanda. Mən arzu edirəm ki, Hacı Sultanın o çağırdığı, o çağırış ki dedi, bu çağırış hiç olmasa bu rayonda və sizin ətrafı eşidilsin. Şah İsmail hakkında bir film çəkilsin. O filmi də bizim əziz Şeyx Əbdül çəksin. Sağ olun. Əvvəlcə bizi bura dəvət elədiyinizə görə sizə təşəkkür edirəm. Bayağı Hacı Sultan Xətai haqqında çox gözəl çıxış elədi, daha bizə bir şey qoymadı. Doğrudan da Xətai kimin üçünsə sərgərdəlik müəllimdir, kimin üçünsə yəni şairlik üçün ustaqdır, kimin üçünsə gözəl Azərbaycan dilini bizə verdiyinə görə zoologlar üçün, məsələn üçün o cəhətdən daha qiymətlidir. Hər Xətaini bir tərəfdən özünə müəllim götürür. Bizim üçün də Xətai bir şair kimi, yəni Xətainin kitabı bizim stolsu kitabımızdır. Biz klassik şeiri Xətaidən, Füzulidən və digər şairlərimizdən öyrənirik. Burada qonaqlar çoxdur. Mən görürəm ki, yəni tarixçilər tarixindən danışacaq, tarixi şəxsiyyət kimi, Azərbaycan tarixinin bir hissəsini yaradıcısı kimi Xətaidən danışacaq. Filologlar onun əsərlərinin tədqiqatından danışacaq. Ona görə mən qatırı danışmaq istəmirəm. Yəni Xətainin şeirlərində ən çox sevdiyim eşqdir. Yəni Xətai şeirində eşq adi eşqdir. Yəni Xətainin vətən sevgisi var, insan sevgisi var, amma onların fövqündə dayanan Allah sevgisi var. Yəni bu klassik şeirdə bizim üçün ən böyük nemətdir. Yəni bunsuz klassik şeiri təsəvvür etmək mümkündür. Xətai mənim üçün yəni ariflər dərgəsindədir. Əvvəla məni bura məhz Xətainin işığı yox, məni bura Hacı Sultanın işığı gətirir. Hörmətli Elçin Əfəndiyev mənə dedi ki, belə bir kitab var. Sənin ondan xəbərin varmı? Mən dedim, qətiyyən xəbərim yox. Və o kitabı Elçin müəllim verdi mənə və mən siz inanın ki, o kitabı bir gecə qararladım və mənim sənət dostum, mənim şəxsi dostum Ənvər bəy sizin gözəl mahalın, necə deyərlər, kürəkəni və mənə bələdçilik elədi, başqa bir yoldaşla və biz tələm-tələsik Şeyx Hacının görüşünə gəldik və biz çox gözəl bir gün keçirdik burada və əhd-i peyma elədik ki, inşallah bizim yoldaşlığımız, söhbətimiz inşallah bundan sonra davam edəcək. Şah İsmail Xətai fenomeni məhz bugün Azərbaycan xalqının o istinad nöqtəsidir ki, burada yoldaşlar dedilər ki, o istinad nöqtəsidir ki, biz bu kişidən tək bir sahədən istifadə eləməklə öz işimizi gərək bitmiş hesab eləməyək. Çünki Şah İsmail Xətai bir adam böyük, Şah İsmail Xətai bir şəxs böyük və Şah İsmail Xətai nəhayət Azərbaycan adlı nəhəng bir mədəniyyətin, Azərbaycan adlı nəhəng bir tarixin, Azərbaycan adlı nəhəng bir mirasın iki qolundan gələn böyük şəxsiyyətdir ki, bunun bir tərəfində qəhrəmanlıq, bir tərəfində namus, qeyrət keşkimiz, əlamətlərimiz varsa, ikinci tərəfində böyük mədəniyyətimiz, dilimiz, tariximiz, dövlətçiliyimiz var. Və bu işlərə girişdikcə, bu işləri öyrəndikcə, yəni yavaş-yavaş ağıllandıqca, indi məni yavaş-yavaş əsməcə tutur. Məni qorxu tutur və ona görə də mən eşidəmdə ki, Cənnət Məkan Qızovnada Hacı Sultan adlı gözəl sinəsini qabağa verən bir oğlan var ki, mənlə çiyin yoldaşıdır, lazım gəlsə mübarizə onun ağzına gedə bilər, mən tez qaçıb gəlib ona pənah gətirirəm, onun böyrünə sıxılıram.
Sözümə vüqarla başlaya bilərəm, çünki mən sizə salam gətirmişəm. Füzuli Ədəbi Məktəbinin sədri Hacı Maildən. Hacı Mail özü də bugün burada iştirak etməli idi. Lakin onun ad günü keçirilir. Məclisimiz oradadır, yazıçılar evindədir. Və o bizə icazə verdi ki, mütləq biz bu gün bura gəlməliyik və sizə böyük salamını yetirməliyik. Xətai can arxına, əhli irfan arxına, mərifətdən su gəlir, tökülür can arxına. Azərbaycan tarixinin fəxri olan Şah İsmail Xətai bu sözlərindən görünür ki, o daima öz xalqı üçün Tanrıdan pak ab-ı həyat arzulayır. Lakin bugünkü çağda, yəni bu qədər yaradıcılıqdan sonra, bu qədər yazarlardan sonra bizim əziz qardaşımızın, belə deyək, doğrudan da müsəlmanlıqda da qardaşdır, elə vətəndaşlıqda da qardaşdır, Azərbaycanla təzədən cəsarət edib ələ qələm alasan və Şah İsmaili bir daha xalqa təqdim edəyəsən. Özü də, mən bayaq dünəndən fikirləşirdim ki, bu hansı bir üslubda yazılır. Çünki baxmayaraq mən bir balaca rəy formasında nəsə yazmışdım. Sonra fikirləşdim, deməli, şairlərin əsərlərindən ayrı-ayrı beytlər, Seyid Əzim də yazır, filan da yığır, toplayır. Deməli, bu nəsr sahəsində belə bir yaradıcılıq, təkcə bununla qutarmayın. Hacı Sultan cənabları orada Şah İsmailə yeni bir baxış, yeni bir istiqamət, öz demək, bilik səviyyəsində, öz qabiliyyət səviyyəsində ən yüksək baxış, ən ümdə, ən önəmli cəhət olur ki, Hacı Şah İsmaila, demək, bütün varlığı ilə bağlı olan bir şəxsiyyət kimi onu qələm alır. Ola bilsin ki, hansı nüanslar orada bəlkə də ədəbi ictimaiyyəti də, elmi ictimaiyyəti də bəlkə də qane edilməz. Lakin o, onun vətəndaşlığı, vətəndaş mövqeyi bu şaha, bu sərkərdəyə, bu qəhrəmana, onun o mövqeyi doğrudan da alqışa layiqdir və o doğrudan da onun o qədər o xırda nüanslar ki, Şah İsmailin adı ilə bağlı olan cəhətləri o kitaba cəlb eləmək, doğrudan da elə, yenə deyirəm, Oqtay müəllimin ünvanında bunu ifadə elədim. Mənim subyektiv fikrimdə ola bizim oturanlar heç razılaşmaya da bilərlər. Mən öz subyektiv fikrimdə tam sərbəstəm. Bəlkə də elə bunun özü də Hacı tərəfindən qələmə alınması özü də bir qəhrəmanlıqdır və Şah İsmail Xətaiyə layiq qəhrəmanlıqdır. Yəni ki, onun ki, belə deyək də, döyüşçüləri vardır ki, Oqtay müəllimsin yanımıza cəsarət edib danışmaq doğrudandır, Şah İsmail haqqında danışmaq böyük cəsarət tələb edir. Ancaq hər halda deyir, kiçikdən xəta, böyükdən əta. Mənim hər hansı bir səhvim olsa, yəqin bağışlarsınız məni. Söhbət bundan gedir ki, doğrudan da onun o igidləri, qəhrəmanları ki, nə qədər dərəcədə Şah İsmailə beli bağlı bir adam vardır, nə qədər əqidəcə Şah İsmailə yaxın olan bir adam vardır. Mən elə yenə bir daha təkrar edirəm ki, Oqtay müəllim də, Hacı Sultan da, yəni o əqidədə, yəni Şah İsmail Xətai dünya baxışına bağlı olan döyüşçü əqidəsi ilə onlar öz qələmlərini sınamışdır. Hörmətli qonaqlar, hörmətli müəllim və tələbələr, əvvəla Hacı çox sağ olun xoş sözlərə görə, sərrafın sözlərinə görə də, söz sərrafına görə də. Xətai haqqında yəqin ki, hamı danışır. Mən də nəsə demək istəyirdim. Birincisi, siyasətini siyasətkarlar danışdı. Tarixini tarixçilər, şairlər də şeir haqqında məlumat verdilər. Bir də onun bir ruh dünyası var Xətainin. Hələ bir qılıncdan ayrıldı, tacdan ayrıldı, taxtından düşdü, keçdi bir sakit otağa, bir qələmi oldu, bir kağızı oldu və öz ruh dünyası ilə, aşiqlik dünyası ilə, öz eşqi ilə, hər cür eşqi ilə müəyyən bir söz yaratdı, əta elədi və bugün bu məclisdə ikinci dəfə şair, sərkərdə, şah, bundan başqa siyasi xadim və tarixi şəxsiyyət kimi ad qazanmaya səbəb oldu. Bu da bunun bir şairinin bir cəhətli bir xüsusiyyətidir. Çünki şair söz yaradandır, fikri yaradırsan əvvəl, sonra neysə həyata keçirdirsən. Onun üçün fikir
yaradan şəxsiyyət kimi Şah İsmail Xətai tarixə düşdü. Şamil Məmmədbəyli sevdirdi məni Şah İsmaili. Təxminən bir 30 ilə yaxındır sevdirib mənə. Və məndən tələb elədi ki, Nazım, sən deyirsən mən şairəm. Dedim, yox, mən demirəm, tələbələr deyir. Dedi, eybi yoxdur, yaz onun haqqında. Söz verdim ona. Və doğrudan Şah İsmaili sevdim. Mən Şah İsmaili sevəndə bir daha Allahıma qayıtdım. Mən Şah İsmaili sevəndə bir də Məhəmməd Peyğəmbəri sevdim. Bir də Həzrət Əlini sevdim. Bir də öz Azərbaycanımı sevdim. Bir də öz xalqımı, millətimi sevdim. Atamı sevdim, anamı sevdim. Sayı hesabı bilinməyən şairlər məkanıdır. Şirvan torpağı, Şamaxı torpağı. Yəni mən gözümü açanda şairlər məclisində olmuşam. Və ilk dəfə bizim evdə 3000-ə yaxın kitab var ki, atam ziyalı adam olub. Cumhur kitab götürəndə həmişə Xətainin dəhnaməsi əlimə düşərdi. Orada ceyran şəkili var, bilmirdim o Xətai kimdir. Uşaq idim, çox uşaq idim. Və sonradan biləndə ki, Xətai dahidir, mən onu sevə-sevə oxumuşam. Necə ki, Xaqani kimi, Nəsibi kimi, Sabir kimi, Seyid Əzim kimi, Füzuli kimi. Və həmişə də onlara dostu kitabım oldu onların kitabları. Və eşidəndə ki, bugün belə bir məclis təşkil edəyik məktəbdə, mən inandırım sizi ki, dünyanın o başında eşitsəm ki, şairlərin yubiley gecələrini, onların xatirə gecələrini kəsilir. Mən bütün əgər xeyrim də olsa əgər orada, mən bütün işlərimi atıb, yalnız o məclislərdə iştirak eləməyə. Və eşitmişəm ki, Hacı Mailin bugün, hərçənd ki, mən o məclisin üzvüyəm, Füzuli Ədəb Məclisinin və mən xəbərim olmayıb, burada olmamışam. Deyirlər, bugün o məclisi var. İndi ürəyim orada uçunur. Yəni, Hacı Mail də bizim gözəl şairimiz, qəzəlxanımızdır. Və mən yenə bu kəndin ağsaqqalından tutmuş bütün körpə uşaqlarına qədər öz minnətdarlığını bildirirəm ki, Xətainin yubileyini keçirdi. Onu yad edir, onun ruhunu şad edir. O dahidir, o bizim sərkərdəmizdir. Ona görə icazə verin, mən çox yox, 3 kuplet şeirimi oxuyum, siz də qulaq asın. Mən yazmışam ki, gəzdim məclis eli elatı, unudulub dədə-baba adəti, ağsaqqal yanında yiyən dilotu saymazlıq oğlumuz qızımızdadır, günah özümüzdədir. Təbiyyət dəyişib desələr sözdür, qoşqar həmən qoşqar kəpəz-kəpəzdir, atamız, babamız dolandı, gəzdi, kəsir dağ aşmayan dizimizdədir, günah özümüzdədir. Nəvə nəticəyə yığılan sərvət, quru bir şöhrətə qul olan qeyrət, çəkilən bərəkət, azalan neymət, dönüb dönükləşən üzümüzdədir, günah özümüzdədir. Qonağa qıymışıq dağı yaylağı, özümüz eşmişik şoran torpağı, vallah nəslimizə yağıyıq yağı, çürüklük toxunan bezimizdədir, günah özümüzdədir. Çox sağ olun. Vaxtilə böyük şairimiz Məhəmməd Füzuli öz şeirlərinin birində, qitələrinin birində, Padşah qitəsində şairlə şahı, dünya sultanlarını müqayisə eləmiş, onların maddi və mənəvi xəzinələrini tərəziyi ölçüyə qoymuş və bu tərəzi ölçüdə sənətkarlar şahları üstələmiş, öz mənəvi dünyaları ilə, xəzinələri ilə onların qızıl qəsrlərini yerinə ihsan eləmişlər. Çünki söz, sənət, sənətkar həmişə maddi varlığın fövqündədir. O əbədi və əzəlidir. Bəlkə təsadüfi deyil elə ki, ona görə deyirlər ki, söz həyatın əzəli, onun yaratıcısıdır. İndi biz burada danışanlar, məndən əvvəl danışanlar, Şah İsmaili biz böyük sərkərdə kimi, hükümdar kimi, şah kimi təqdim edirlərsə əgər, mən onu belə yox, mən onu incə ruhlu, yuxu ürəkli, böyük amallar şair kimi qəbul edirəm. Şah İsmail çünki hardasa, nə vaxtsa bir sərkərdə kimi, bir padşah kimi məğlub oldusa da, ancaq söz döyüşündə o məğlub olmadı. Sənət dünyasında məğlub olmadı. Onun bu dünyada çaldıranı olmadı. O bütün zamanın döyüşlərindən üzü ah, qələbə ilə, mətanətlə, əzmlə çıxdı və özü ilə bizə təmiz Azərbaycan dilini,
onun ruhunu, böyük dünyəvi məhəbbəti, xəlqi məhəbbəti, yüksək amalları getirdi. Bizi kökümüzə, soyumuza qaytardı. Bugünkü gece değil, gün değil, gün. Bugünkü gün doğrudan əlamətdardır. Mən birinci növbədə bu uşaqlara bizim gələcəyimizi gördüm. Mən bu müəllimlərə, o müəllimlərə ki, onlara bu cür şeir öyrədir, bu cür vətəni sevməyi öyrədir. Onlara təşəkkür edirəm. Mən təşəkkür edirəm Hacı Soltana ki, onun bu gecəni düzəltməkdə, bu gecəni aparmaqda, ümumiyyətlə bir şəxsiyyət kimi, nurlu şəxsiyyət kimi o bu zonada, bu gördüyü işlərə görə təşəkkür edirəm. Qabaqlar deyərdilər ki, bu şəxsiyyətlərin rolu həll edici deyil. Əsas siniflərin rolu həll edicidir. İndi mən deyərdim ki, və indi yox, çoxdan mən bu əqidəyə gəlmişəm ki, bu ki, şəxsiyyətlər tarixdə böyük rol oynayır. Işıqlı şəxsiyyətlər, Xətai kimi şəxsiyyətlər, Hacı Soltan kimi şəxsiyyətlər və siz müəllimlər ki, bizim gəncliyimizi bu cür tərbiyə edirsiniz. Sağ olun. Bildiyiniz kimi bu tədbirin təşkilində öz şəxsi səyi ilə, öz şəxsi arzusu ilə ilk bizə müraciət edən məktəbimizin tarix müəlliməsi, tarixin birləşməsinin sədri, pedaqoji elmlər sertifikatı Arzuhan Elmlər müəllimə olmuşdur. Elmlər müəllimə ilə yanaşı, mən bütün bizə yaxından kömək edən, başda olmaq, kəndimizin adlı Hacı Soltana, kəndin kitabxanasına, bütün müəllim şagird kollektivindən hamısına öz təşəkkürümü bildirirəm.